Salam əziz dostlar, sizlərlə mən Nicat Vəliyevəm, ingilis dili müəlliminiz və bu gün sizlərlə biz mətnlərə necə yanaşmalıyıq bu mövzu haqqında biraz müzakirə aparacağıq. Əlbəttə ki, ilk olaraq mətnlərə necə yanaşmalıyıq sualını verəndə tələbələr bu sualın bəzən yersiz olduğunu düşünə bilərlər. Müəllim, necə yanaşacağıq mətnlərə? Əlbəttə ki, götürürük mətnləri, oxuyuruq, düzgün nələr tapırıq, onları yazırıq. Əslində bu məsələ bu qədər bəsit deyildir. Nəyə görə məsələ bu qədər bəsit deyildir? Çünki mətnləri oxuyarkən və yazarkən mütləq şəkildə biz xüsusi strategiyalar izləməliyik ki, mətnlərin suallarını düzgün yazanda ilk olaraq maksimum dərəcədə effektiv və sürətli şəkildə onların düzgün cavabını yazaq. İkincisi isə yazdığımız cavablar həqiqətən də mətni yazanın və sualı tərtib edənin məqsədlərinə xidmət etsin. Bəzən əziz dostlar, mən özüm də bu arada mətn yazarıyam və sual yazarıyam. Biz sualları yazarkən başqa bir şey nəzərdə tuturuq və tələbədən istədiyimiz şey başqa bir şey olur, amma tələbənin isə tamamilə fərqli bir yerə yönəlir. Burada artıq konflikt yaranır. Nə konflikt yaranır? Müəllim, bu sual düzgün götürüləcəkmi, götürülməyəcəkmi? Bəzən belə deyim sizə, sualları yazıb təhvil verərkən biz xüsusi meyarlar təqdim edirik və o meyarlarda məsəl üçün sizin kənardan tapıb yazdığınız düşüncə o meyarlarda özünü əks etdirmir və buna görə də sualları yoxlayan markerlərimiz avtomatik olaraq deyir ki, yox, buradakı meyarlara uyğun deyilsə bu düzgün cavab deyil. Ona görə də həqiqətən mətn yazarının da məqsədlərini anlamaq bizim üçün çox önəmli olacaqdır əziz dostlar. Gəlin başlayaq. İndi qarşınızda bir dənə Dövlət İmtahan Mərkəzinin 11-ci siniflərə aid mətnindən bir nümunə vermişəm. Bu nümunənin suallarını bir-bir etməyə çalışacağıq əziz dostlar və burada düzgün cavabların nə olduğunu yazarın da perspektivindən ümumilikdə tapmağa çalışacağıq. Əziz dostlar, əlbəttə ki, mətn əgər ediriksə, bizim üçün ən vacib olan nə olacaqdır? Bizim lüğət ehtiyatımızın yaxşı olması, cümlələri düzgün şəkildə tərcümə edə bilməmiz və ümumilikdə sinonim lüğətinin kifayət qədər, sinonim antonim lüğətinin kifayət qədər geniş olması, yəni bunlar əgər geniş deyilsə, bunlar əgər kifayət deyilsə, mənim burada danışdıqlarımdan bir çoxunu bilsəniz belə sizə bu kömək etməyəcəkdir. Buna görə də mütləq şəkildə ümumilikdə abituriyent hazırlıqlarının xüsusilə bu dövrlərində yəqin ki, bu video artıq imtahana az qalmış yayınlanmağa başlayacaqdır və yaxud da ola bilsin ki, lap yaydasınız, siz bu videolara baxıb mətn işləmə qabiliyyətinizi gücləndirməyə çalışırsınız. Fərqi yoxdur. Ha vaxt olur olsun, mütləq şəkildə lüğət ehtiyatınızı maksimum dərəcədə yüksəltməlisiniz. Amma ilkin xətalardan biri nədir? Təkcə lüğət ehtiyatından başqa qrammatik bazada da kifayət qədər cümlə qurma vərdişlərimizin yaxşı olduğunu, cümlə anlama, oxuma vərdişlərimizin yaxşı olmalı olduğunu göz ardı edirlər bəzi tələbələrimiz. Amma bu belə deyildir. Biz nəinki cümləni həm oxuyarkən yaxşı anlamalıyıq əziz dostlar, həm də ki cümlənin sözlərini bilməklə yanaşı onun qrammatik strukturundakı zamanlara da diqqət yetirməliyik. Çünki bəzən zamanlarda verilən fərqliliklər suallarda öz əksini tapır və zamanlardakı fərqliliklərə görə sual düz və yaxud da səhv ola bilər. Buna görə də yəni həm leksikamız, həm qrammatikamız eyni səviyyədə gözəl olmalıdır. Bunun üçün də əlbəttə ki, siz dərslərinizi çox yaxşı şəkildə oxumalısınız. Deməli, gəlin başlayaq. İlk olaraq nə edirik dostlar? İlk olaraq biz mətnimizə baxırıq. Birinci sual tipi bizdə nə olacaqdır? The passage is mainly about. Mətn əsasən nə haqqındadır? Mətn əsasən nə haqqındadır? Bizim testimiz bizim üçün demək olar ki, hər testdə mütləq şəkildə görəcəyiniz standart testdir və bir çox tələbələr bu testdə o qədər də diqqətli yanaşmırlar. Çünki deyirlər ki, çox asandır da mətn oxuyacağım, nə haqqında olduğunu tapacağam. Daha sonra rahat bir şəkildə bunu edəcəyim. Amma məsələ nədən ibarətdir? Baxın, ən böyük və tələbələrimiz üçün çaşdırıcı məqam nədən ibarətdir? Bu arada özüm xüsusilə arxa fonu qara yazıları isə ağ etmişəm ki, bunu telefondan və yaxud da monitordan izləyən tələbələrimiz üçün göz yorğunluğu olmasın əziz dostlar. Bu arada onlayn xüsusilə də dərslərə qoşulan tələbələrə ümumilikdə qara fon üzərində ağ yazılar çox vacibdir. Hansı fəndən qoşulursanız qoşulun, buna çox diqqət edin
və onlayn müəlliminizdən də bacardığınız qədər qara fon üzrə ağ yazıların olmasını tələb etməyə çalışın əziz dostlar. Göz yorğunluğu üçün bu çox önəmlidir. Davam edirik, mövzudan yaymayaq. Deməli, ilk olaraq dedik ki, birinci suallarda The Passages Mainly About sualında tələbələrimizin qaçırdığı məqam nədən ibarət olur? Tələbələrimizin qaçırdığı məqam ondan ibarət olur ki, belə suallarda, əziz dostlar, mətn yazarı adətən nə edir? Mətn yazarı, baxın, gəlin baxalım burada. Nə deyibdir? The Passage Mainly About. Əsasən nə haqqında? The Ways of Reducing Litter. Litter nə deməkdir? Zibil. Zibil və tullantını azaltmağın yolları. Bəzən mətn yazarı götürür, bu mətndə hər hansı bir cümləni və yaxud da hər hansı bir neçə cümləni mətnin ana fikri olaraq götürüb burada variant olaraq sizə verir. Amma əslində isə bu mətnin ana fikri deyildir əziz dostlar. Yəni sizin əsas məqsədiniz burada mətnin içərisində olan bir cümlə və yaxud da bir neçə cümlənin və yaxud da bir neçə informasiyanın olduğu variantı tapmaq deyil. Sizin əsas üzərinizə düşən vəzifə mətnə ümumi şəkildə nüfuz edən cavabı tapmaqdır. Yəni, mətni götürüb başdan oxusam, sona qədər bu cavab mənim üçün aktual olacaqdır. Modern Places of Kenya. Kenyanın modern yerləri deyibdir burada. Sonra C variantında deyil. Hələ ki, mətnə heç baxmamışıq. Sadəcə cavabları oxuyur. Adult sea turtles on the beaches. Yetişkin dəniz tısbağaları çimərliklərdə. Daha sonra D variantına deyibdir. The life of baby turtles. Kiçik bala tısbağaların həyatı. Və yaxud da Y variantı The results of plastic waste. Plastik tullantıların nəticələri. Burada gördüyünüz kimi bu ifadələr mövcuddur. İndi mətni oxusaq, böyük ehtimalla bunların bir çoxu mətndə verilmiş informasiyalardır əslində. Amma əsas məqsəd burada mətndə verilmiş informasiyaları tapmaq deyildir əziz dostlar. Burada əsas məqsəd mətndə verilmiş informasiyalardan hansı, bu variantlarda verilmiş informasiyalardan hansı mətni başdan sonra əhatə edir. Okay? Mətnin başdan sonra əhatə olunması çox önəmlidir. Deməli, gəlin mətnimizi qısaca gözdən keçirək. Today, there are some significant environmental problems around the world. Bugün dünyanın hər yerində çox ciddi ətraf mühit problemləri mövcuddur. For example, məsəl üçün, there is a lot of plastic waste on Kenya's beaches. Çoxlu plastik tullantılar vardır Kenyanın çimərliklərində. Aha, burada nə görürəm? Burada görürəm ki, mətnə giriş olaraq mənə ətraf mühit problemlərindən bəhs edibdir və daha sonra nədən bəhs edibdir? Daha sonra isə məsəl üçün deyib, sonra Kenyanın sahillərində belə bir problemin olduğunu vurğulayıb əziz dostlar. Aha, burada mən gördüyüm məqam ondan ibarətdir ki, Kenya haqqında verilən bilgi məsəl üçünlə verilibdir və görək bu bilgi ümumilikdə davam eləyirmi mətnin digər yerlərində? Başdan sonra mətn bunun mu haqqındadır? Yoxsa bu sadəcə qısa bir bilgi idimi? People use plastic and about 10 million tons of plastic waste go to the oceans. İnsanlar plastikdən istifadə edir və təxminən 10 milyon ton plastik tullantı okeanlara axır. Hələ ki Kenya ilə davam etmir fikri. This is a big problem for sea animals. Bu böyük problemdir dəniz heyvanları üçün. Hələ ki Kenya yoxdur. Especially xüsusilə for the turtles. Xüsusilə tısbağalar üçün və buradan sonra görürəm ki, bu tısbağalar haqqında danışmağa davam edir. Deməli, Kenya haqqında olan informasiya nə oldu? Mətnin sadəcə xüsusi bircə dənə yerində verildi. Deməli, burada Kenyanın sahilləri mətnin ana fikri deyildi uşaqlar. Okay? Modern Places of Kenya xüsusilə də burada müasir yerləri deyir. Deməli, B variantını ümumilikdə düzgün variant olaraq qəbul etmirik və daha sonra isə davam edirik. Gəlin görək başqa nə variantlarımız var idi. Daha doğrusu burada Adult Sea Turtles on the Beaches. Çimərlikdəki yetişkin tısbağalar. Hələ ki, mən gəlib bura qədər çıxmışam, uşaqlar, mətnin ortasına qədər. Görürəm ki, tısbağalardan indi danışmağa başlayacaqdır. Buradan artıq mən şübhəmi cəlb eləyir ki, bu mənim
bu tısbağalar haqqında mətn deyil. Amma yenə də gəlin davam edək. This is big problem for sea animals dedi, especially for the sea turtles. Buradan başladı. They eat the plastic litter because they think that it is fish and then they die. Onlar deyir plastik tullantıları yeyirlər, çünki onlar düşünürlər ki, bu balıqdır və daha sonra ölürlər. Aha, hələ ki tısbağalar haqqında danışmağa davam edir. Studies show, araşdırmalar göstərir ki, that ki burada bağlayıcıdır. Young turtles eat plastic more than the adult ones. Gənc tısbağalar yetişkin tısbağalardan daha çox plastik yeyirlər. Hələ ki tısbağalar mövzusunu davam elətdirir. The other problem is that, başqa bir problem ondan ibarətdir ki, when there is a lot of plastic on the beaches, nə vaxt ki çoxlu plastik olur çimərliklərdə, turtles find it difficult to lay their eggs. Tısbağalar üçün yumurta qoymaq çətin olur. When they are lucky to lay eggs, nə vaxt ki onlar uğur, bəxtləri gətirir və yumurta qoyurlar, baby turtles appear. Balaca tısbağalar meydana gəlirlər. But this time, amma bu səfər baby turtles can't reach the ocean. Kiçik tısbağalar okeana çata bilmirlər. Because of this waste problem. Çünki bu tullantı probleminə görə. Hələ ki mən mətndən ümumi nə başa düşürəm? Mətndən başa düşürəm ki, bu tullantıların böyük problemi olduğunu, Kenyanın çimərliklərində bunun problemi olduğunu və bunun tısbağaların başına hansı oyunlar astığını pis cəhətdən göstərdiyini göstərir uşaqlar. Hələ ki bunları görürəm. Burada nə demişdi? Adult sea turtles, xüsusilə də adult sözünə diqqət edin. Çünki burada yalnız yetişkin tısbağalardan bəhs etmədi. Həm yetişkin tısbağalardan bəhs edərkən kənarında nə dedi əziz dostlar? Burada kiçik tısbağaların da hansı problem yaşadığını göstərdi. Elə deyilmi? Deməli, burada baby tısbağalar yadınızda nə deyirdi? But this time baby turtles can't reach the ocean because of this waste problem. Bu tullantı probleminə görə kiçik tısbağalar okeana çata bilmirlər. Və burada nə deyirdi? Adult sea turtles on the beaches. Çimərlikdəki yetişkin tısbağalar. Gördüyünüz kimi mətnin ümumi mənası bu deyil uşaqlar. Oxuyanda başa düşürəm. Tullantıdan danışır. Bunun həm kiçik tısbağalara, həm böyük tısbağalara etdiyi problemlərdən danışır. Deməli, burada sadəcə böyük tısbağalardan bəhs edən bir mətndə qarşı-qarşıya deyilik. Sonra D variantında da The Life of Baby Turtles da avtomatik olaraq bizim düzgün cavabımız olmayacaqdır. Məlim, niyə bunu da düzgün cavab kimi götürmürük? Çünki gördüyünüz kimi Baby Turtle'lardan demək olar ki, mətnin 60-70%-ni bitirəndən sonra sadəcə tullantının Baby Turtle'lar üçün yaratdığı, yəni kiçik tısbağalar üçün yaratdığı problemi burada göstərdi. Ona görə də The Life of Baby Turtles bizim mətnimizin düzgün cavabı ola bilməz əziz dostlar. Sonra yerdə qaldı A variantı, yerdə qaldı Y variantı. A variantında nədir? The ways of reducing litter. Litter nə deməkdir? Tullantı deməkdir əziz dostlar. Tullantıları azaltmağı yolları deyibdir burada. Əziz dostlar, əslində burada tullantılardan bəhs edir. Böyük ehtimalla da ikinci mətndə hələ ki oxumamışam. Tullantıları necə azaltmalıyıq? Bunlar haqqında da bəhs edəcəkdir. Amma mətnin bir 60%-ni oxuyanda mən artıq anlayıram ki, tullantıları necə azaltmaq haqqında olan ümumi mətn deyildir bu mətn. Mətn tullantıların ümumi problemi haqqında olan mətindir. Hətta gəlin bunu ikinci paragrafla da baxaq. Turtles are not the only sea animals who suffer from plastic pollution. Deyir, tısbağalar yeganə dəniz heyvanları deyildir ki, plastik tullantılardan əziyyət çəksinlər, plastik çirklənmədən. Over 100 million other sea animals die each year because of plastic waste. Over, uşaqlar, rəqəmin önündə gələndə hər zaman tərcümədə üzəri, üstü mənasını verir. 100 milyondan çox digər dəniz heyvanları hər il plastik tullantılara görə həyatlarını itirirlər. Countries all over the world must come together to reduce using plastic and protect sea animals. Dünyanın hər yerindən olan ölkələr bir yerə gəlməlidirlər ki, plastikin istifadəsini azaltsınlar və dəniz heyvanlarını qorusunlar. Because, çünki it takes more than 500 years for plastic waste to disappear completely. Çünki 500 ildən çox vaxt aparır ki, deməli, plastik tamamən yoxa çıxsın.
təbiətdə. Bunu nəzərdə tutur. Deməli, uşaqlar, heç burada azaltmaq barəsində danışarkən bircə dənə yerdə dedi. Harada dedi, bircə dənə bir də xatırlatdı ki, ölkələr bir yerə gəlməlidir. Countries all over the world must come together. Azaltmalıdırlar. Amma hansı yolla azaltmalıdırlar, necə azaltmalıdırlar? Bu mətni ümumi əhatə edibmi məsələ? Xeyr, mətni ümumi əhatə etməyibdir. Y variantı sizin düzgün variantınızdır. The result. Result nə deməkdir? Nəticə. Plastik çirklənmənin nəticələri və demək olar ki, mətni başdan götürsək, sona qədər plastik çirklənmənin nəticələri barəsində danışırdı. Nələrdən danışırdı? Kenyanın sahillərində olan problemlərdən danışırdı. Tısbağaların problemlərindən danışırdı. Daha sonra digər 100 milyona yaxın digər dəniz heyvanlarının hər il bu plastik çirklənməsi nəticəsində ölməyindən danışırdı. Ölkələrin bu plastik çirklənməsini azaltmasından, plastikin təbiətdə 500-lə qədər əriyib getməsindən danışırdı. Gördüyünüz kimi burada sizin ümumi mətni başdan sonra əhatə edən cavabınız Y variantı olacaqdır. Bir daha vurğulayıram ki, uşaqlar, burada yazarın yanaşma şəkli necədir? Özümdə bir yazar olduğu üçün kifayət qədər anlayıram. Sual yazanda sual ümumiyyətcə necə meydana gəlir? Sual yazarkən götürürük. Hər hansı, məsələn, mən burada bu cümləni gördüm. Countries all over the world must come together to reduce plastic and protect sea animals. Aha, gördüm buranı. Bu cümləni görürəm və bunu sual olaraq bura əlavə edirəm. Məsəl üçün, nə idi? The ways of reducing litter. Tullantını azaltmağın yolları. Gördüyünüz kimi, burada əslində bircə dənə verilən cümləni mən sanki mətnin güya bütöv fikriymiş kimi əlavə edirəm. Daha sonra düzgün cavabları, səhv cavabları yazandan sonra zaten düzgün cavabı yazmaq çox asandır. Çünki zaten bircə dənə düzgün cavab var ümumi mətnin mənası barəsində. Həmin düzgün cavabı da A, B, C, D, Y variantına əlavə edirəm və avtomatik olaraq bu olur mətnimin bir dənə sualı. Gördüyünüz kimi burada sizə sirləri açıram ki, yazarlığın siz İngilis dilində reverse engineering deyirlər buna. Tərsinə mühəndislik. Tərsinə mühəndisliklə siz düzgün cavaba necə getməlisiniz, o yolu tapa biləsiniz, əziz dostlar. Gəlin ikinci suala baxaq və bu ikinci sualların hansı tip suallar olacağına diqqət edək. Which statement is false according to the passage? Hansı ifadə səhvdir mətnə uyğun olaraq? Burada false-a diqqət edirik, əziz dostlar. Çünki deməli, burada mənə düzgün cavab lazım deyildir, səhv cavab lazımdır. Burada tələbələrimizin etdiyi birinci səhv. Dərhal burada səhvə baxmırlar, sanki düz axı. Çünki beyin avtomatik olaraq test edərkən nə düşünür ki, mən düzgün cavab axtarmalıyım. Düzgün cavab axtarmağa çalışırlar, elə deyilmi? Avtomatik olaraq baxır A-ya, tutaq ki, A-da nə deyir? The turtles die because of eating plastic waste. Tısbağalar ölürlər, plastik tullantılar yediklərinə görə avtomatik olaraq bunu tələbə götürür ki, hə, müəllimdir, burada düzgün cavabdır, bizə nə lazımdır? Deməli, mətnin cavabı lazımdır, testin cavabı lazımdır. A variantı düzgün cavabdır, götürdüm, fiyo. Mən bu düzgün cavabımdır. Xeyr, belə yanaşmamalıyıq biz. Səhvə axtarmalıyıq. Səhvə axtararkənsə bir yazarın fikri necə olur uşaqlar? Səhvə axtararkən mətndən ümumilikdə düzgün bir neçə dənə cümlə və yaxud da bir neçə dənə fikir seçir. Və həmin fikirləri biraz rephrase edərək yazırıq uşaqlar. Rephrase nə deməkdir? Yenidən fraza etmək. Yenidən fraza edərək bunları əlavə etdik, yazdıq. Daha sonra mətndən yenə bir dənə fikir seçirik, amma o fikrin tamamən əks halını rephrase edərək yazırıq. Gəlin görək burada nə demək istəyir? Görək burada şair nə demək istədi? The turtles die because of eating plastic waste. Burada bir çox dəniz heyvanlarının öldüyü var idi. Ondan sonra tısbağaların da onlardan biri olduğu var idi. Deməli, tısbağalar da bunları yediklərinə görə ölürdülər. Deməli, bu düzgün cavabdır. Elə deyilmi? Yəni, mətnə uyğun olaraq bu düzgün cavabdır, əziz dostlar. Deməli, avtomatik olaraq bunu hələlik düzgün cavab olaraq götürürük. Nə tər düzgün cavab olaraq götürürük? Ya, üzərindən xətt çəkirik. Yəni, baxın, buradakı səhvə düşməyin. Düzgün cavab olaraq götürürük, o demək deyil ki, bu bizim testimizin cavabıdır. Bu deməkdir ki, biz bunu çıxarmalıyıq. Tamam, getdik. Adult turtles eat plastic more than the young ones. Bunun tam əksi verilmişdi. Bax, dediyim kimi, bu ifadənin tam əksi verilmişdi. Orada nə deyir? Deyir, yetişkin tısbağalar gənc tısbağalardan daha çox
plastik yeyirlər, amma bunun tamamilə əksi verilmiş uşaqlar. Gənc tısbağlar daha çox plastik yeyirlər. Hələ cavandılar da, bilmirlər. Deməli, gör nə tısbağa da olsan da, yəni ümumiyyətlə təcrübə başqa şeydir. Tısbağa üçün belə təcrübə başqa şeydir. Getdik. Deməli, bu ifadə bəs harada idi? Burada araşdırmalar onu göstərir ki, studies show, baxın buradaydı. Studies show, araşdırmalar göstərir ki, young turtles eat plastic more than the adult ones. Gənc tısbağalar daha çox yeyirlər, daha yetişkin tısbağalardan. Burada yenə də qrammatikanı bilmək lazımdır. More than daha sonra müqayisə dərəcəsinə aid olan isim başqa bir isim gəlsə, bu deməli müqayisə dərəcəsinə aid olan bir sifətdir. Buradakı isimlə buradakını müqayisə edir. Deməli, bundan daha çox, yəni baxın, bu hissədən deməli daha çox bu hissədəki edir. Amma burada fikir verin, bunun tərsi olunubdur. Burada isə yəni yaşlı tısbağaların daha çox yediyi deyilibdir. More dəndən sonra gələn artıq young ones-ı veribdir. Yəni qrammatik cəhətdən də ona fikir vermək lazımdır. Dediyim kimi qrammatikanı da bilmək lazımdır. Bizə səhv lazım idi, elə deyilmi? Səhv lazım olanda burada məsəl üçün tısbağalardan danışıb orada günəş qara rəngdir deməyəcəkdir əziz dostlar. Tısbağalardan danışırsa, deməli avtomatik olaraq tısbağalara aid olan hər hansı bir fikrin, yəni mətndə olan hər hansı bir fikrin əksini sənə təqdim edəcəkdir. Diqqətli olun, o fikrin düz forması 90%, 99% ehtimalda mətndə mövcuddur. Kənardan özündən informasiya verməyəcəkdir ki, sən o informasiyanı, nə bilim, ümumi dünya görüşündən səhv olub düz olduğunu biləsən. Mətndə bu informasiyanın səhvi mövcuddur. Diqqətli olun, hansısa bir cümlədən və yaxud da bir neçə cümlədən götürülmüş informasiyadır. C variantı nədir? Plastic litter is a great problem for the turtles. Tısbağalar üçün plastik tullantılar böyük problemdir. Zaten mətnimizin 60%-də tısbağalardan üçün bunun problemi olduğu və hətta böyük tısbağaların da, kiçik tısbağaların da bundan problem yaşadığını göstərmişdi. İndi burada deyəcəksiniz ki, müəllim, bəs mətndə axı belə sırf bu cümlə verilməmişdi. Uşaqlar, mətndə sırf bu cümlə vermək məcburiyyətində deyil. Bir neçə cümlədən çıxan fikri belə versək kifayət edir, əziz dostlar. D variantına diqqət edirik. Plastic waste disappears in 500 years. Plastik tullantılar 500 ilə yoxa çıxırlar. Buna bənzər bir cümləni burada vermişdi. Because it takes ifadəsi vaxt aparır və yaxud da hər hansı bir resource aparır və yaxud da hər hansı bir güc aparır mənasında istifadə olunan ifadədir, əziz dostlar. It takes more than 500 years. 500 ildən çox vaxt aparır for plastic tullantının to disappear completely, tamamen yoxa çıxması. Deməli, bu cümlənin rephrase edilmiş başqa cürə forması mətndə mövcuddur. Bizə də səhv cavablar lazım olduğu üçün, bu düz cavab olduğu üçün bunu mətndən çıxardırıq. Y variantı nədir? It's important to keep beaches clean from waste. Çox vacibdir beach sahilləri tullantılardan təmiz saxlamaq. Əziz dostlar, Y variantı da bizim düzgün variantımız olacaqdır. Çünki bunu nəyə görə düzgün variantdır? Çünki baxın, ölkələr deyir ki, birlikdə gəlib plastika azaltmağın və heyvanları qorumağın yollarını tapmalıdırlar. Daha sonra heyvanların bu tullantılara görə öldüyünü göstərir. Sırf burada deməli, bunun da ciddi significant environmental problems, ciddi ətraf mühit problemi olduğunu göstərir bunun. Yəni, sırf həmin cümləni qurmaq məcburiyyətində deyil ki, vacibdir. Müəllim, orada vacibdir ifadəsi yox idi. Zaten ağlı başında bir insan üçün bu qədər problemi qabarıq verdikdə, əslində o problemin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərdiyimiz kifayət qədər aydın olmalıdır, əziz dostlar. Okay? Deməli, ona görə də buranı götürməliyik. Bunu düzgün cavab kimi götürməliyik. Bu da düzgün cavab deyil, səhv cavab olacaqdır. Yəni, necə deyim? Düzgün cavablar bizim bu testdə səhv cavabımız idi. Ümidvaram, yanaşma tərzimiz də aydın oldu, əziz dostlar, bu suala. Keçirik 3-cü suala, əziz dostlar. Gəlin görək, 3-cü sualda necə bir sual tipi ilə qarşılaşırıq və belə bir sual tipini həll etmək üçün nə etməliyik? Deyibdir ki, choose the correct answer to the question. Aha, burada artıq bizə sual verir və o suala düzgün cavabı tapmamız istənilir. According to the passage, mətnə uyğun olaraq əlbəttə ki.
Why can't the baby turtles reach the ocean? Nəyə görə kiçik tısbağalar okeana çata bilmirlər? Əziz dostlar, bu sual verilirsə, mütləq şəkildə mətndən bir və yaxud da bir neçə cümlə bu suala referans vardır, bu sualın cavabına və o sualın cavabı tərsinə çevrilərək sizə sual olaraq verilmişdir. Burada əsas açar sözlərimiz baby turtle'dır, reach the ocean'dır. Yəni ki, kiçik tısbağaların okeana çata bilməməsi. Deməli, mən bunu axtarmalıyam. Sualların cavablarına baxmadan birinci gəlin görəyim, belə bir ifadə mətndə var idimi? Ümumilikdə belə bir fikir mətndə mövcud idimi? Bəli, mövcud idi. Deyək ki, but this time, amma bu dəfə baby turtles can't reach the ocean, okeana çata bilmirlər because of görə mənasını verir uşaqlar. Eləcə because ifadəsi çünki deməkdir, because of görə deməkdir. Because of this waste problem, bu çirklənmə probleminə görə. Nə görürəm buradan? Burada görürəm ki, çirklənmə problemi, deməli bizim əsas problemimiz çirklənmə problemi olmuşdur. İndi gəlin variantlara baxaq. Görə bu variantlardan hansı bizim üçün daha məqbuldur? Because of much litter on their way to the ocean. Onların yollarındakı çirklərə görə, tullantılara görə, onların demək okeana gedən yolundakı tullantılara görə. Bəli, bunu düzgün götürürük uşaqlar. Çünki niyə? Sahillər çirklənmişdi və onlar dənizə çata bilmirlər. Yollarındadır ki, dənizə çata bilmirlər uşaqlar, elə deyilmi? İkincidə nədir? Because they lay eggs on the seashores. Çünki onlar yumurta qoyurlar dəniz kənarlarında. Bəzi tələbələr bu testlərdə səhv salırlar. Elə bu da düzdür də müəllim. Xeyr, burada yumurta qoyan baby turtle'lar deyildi. Burada yumurta qoyan yetişkin turtle'lardır. Yəni yumurta qoyduqlarına görə çata bilmirlər kimi bir ifadə də yox idi. Onların sadəcə yumurta qoymaqlarında ciddi problem yaşanırdı əziz dostlar. Ona görə bunu biz düzgün variant olaraq götürmürük. 3-də nə deyibdi? Because they eat a lot of eggs on the beaches. Deyir çünki onlar çoxlu yumurta yeyirlər sahillərdə. Belə bir ifadə də mətndə yox idi. Ümumiyyətlə eating eggs deyilən bir ifadə mətndə yox idi. Yəni yumurta yemək. Avtomatik olaraq deməli 1-4 düz olacaqdı, amma 4-ün nəyə görə düz olduğu və hardan götürüldüyünə gəlin baxaq. Because the plastic waste on the beaches makes it impossible. Çünki sahillərdəki plastik tullantılar bunu mümkünsüz edir. Deməli, əziz dostlar, buradakı və buradakı fikir demək olar ki, eynidir. Çünki onların yollarında, okeana gedən yollarında tullantı vardır və yaxud da çünki plastik tullantılar sahillərdə bunu mümkünsüz edir. Fikir verin, fikirlər bir-birlərinin sinonimidirlər sanki. Bəli, bu halda çox yaşanır. Yəni, əgər sizə sualdan düzgün cavabları tapmanızı istəyirsə və 2 dənə orada düzgün cavab varsa, böyük ehtimalla ya 2 dənə mətndə onun səbəbi, ya da ki, eyni fikrin 2 fərqli formada sizə təqdimatı olacaqdır. Burada variantlar arasındakı eyni fikrin fərqli təqdimatlarına da diqqət eləyin, okay? Bu da sizin üçün kömək eləyə bilər. Məsəl üçün, mən heç burada cavabın nə olduğunu bilməsəydim, sualı oxuyub, heç mətni də oxumasaydım, burada avtomatik olaraq 1-ci və 4-cü variantlar arasındakı bənzərliyə diqqət edəcəydim. Çünki demək olar ki, eyni fikri fərqli formalarda verir. Bu tip suallar edərkən həmin şeyə də diqqət edin əziz dostlar. Sonra 4-cü sual tipində nədir? Complete the sentence. Complete the sentence cümləni tamamlayın testidir. Cümləni tamamlayın deyiriksə əziz dostlar, avtomatik olaraq biz burada verilmiş bir fikri rephrase olaraq, yəni yenidən rephrase olaraq verilmiş bir fikri bizə təzədən qaytarılıb yarımçıq şəkildə verilməsi və onun qalan hissəsini bizim tapmağımızı istəyir əziz dostlar. Deməli, mətndə bir fikir var. O fikir alınıbdır, rephrase edilibdir. Yəni yenidən başqa cür şəkildə ifadə edilibdir və təzədən başqa cür şəkildə ifadə edilmiş fikir yarımçıq saxlanılıbdır ki, siz onu bu düzgün cavablar arasında
tapasınız. Gəlin görəyim biz bunu necə edəcəyik. İlk olaraq fikri oxuyuruq və onun mətndəki hansı fikrin referenz edilmiş halı ola biləcəyinə diqqət etməliyik. Turtles are not the only sea animals. Tısbağalar yeganə dəniz heyvanları deyillər, dəniz heyvanları. Aha, dəniz heyvanları haqqında səhv etmirəmsə, belə bir ifadə ilə rastlaşmışdım. Over 100 million other digər sea animals, dəniz heyvanları die, ölürlər each year, hər il because of plastic waste. Plastik çirklənməsinə görə. Bunlardan biri də nə idi? Turtle'lar idi, elə deyilmi? Yəni tısbağalar idi. Deməli, mən burada elə bir fikir götürməliyəm ki, həmin fikir, əziz dostlar, baxın, buradakı fikirlə buradakı fikrin tamamı olsun. Gəlin görə nə var? Protect their babies. Öz balalarını qoruyurlar. Heç orada dəniz tısbağalarının öz balalarını qoruduqları haqqında bir fikir yox idi. Onlar sadəcə yumurta qoyurdular. Yadınızda belə bir şey var idi. Sonra pollute the environment. Ətraf mühiti çirkləndirirlər. Yadda saxlayın əziz dostlar. Ətraf mühiti çirkləndirən yeganə canlı növü insandır. Ona görə də ətraf mühiti çirkləndirirlər ifadəsi tamamen səhvdir. Çünki heç bir demək olar ki, heyvan ətraf mühiti çirkləndirməklə məşğul olmur əziz dostlar. C variantı litter the beaches. Deyir ki, yenə pollute the environment, litter the beaches eyni ifadədir. Sahilləri çirkləndirirlər. Yəni bu sahilləri çirkləndirən yenə də deyirəm, insanlardır. Yalnız D variantı clean the polluted beaches, təmizləyirlər çirklənmiş sahilləri. Burada hər hansı bir heyvanın ümumi mətni oxuyanda ki, birlikdə oxuduq sizlərlə, hər hansı bir heyvanın sahilləri təmizlədiyi barəsində bir məlumat yox idi əziz dostlar. Are affected by plastic waste. Plastik çirklənmədən təsirlənir. Bəli, bunlar da ölürdülər. Görürsünüz 100 milyona yaxın digər dəniz heyvanları. Biz tısbağaların da nə qədər əziyyət çəkdiyini gördük. Burada yazmışdı. Deməli, avtomatik olaraq bu bizim düzgün cavabımız olacaqdır. Bəli, təsir altına düşürlər. Çünki oxuyanda nə olur? Turtles, tısbağalar are not the only sea animals. Yeganə dəniz heyvanları deyirlər. That hansı ki are affected by plastic waste. Plastik çirklənmədən əziyyət çəkirlər. 5-ci ilə davam edirik əziz dostlar. 5-ci nədir? Write the close meaning of the word. Close meaning sinonim deməkdir. Açıq suallara keçdik artıq. Sinonim. Burada sinonim lüğəti sizdə çox yaxşı olmalıdır. Və sinonim lüğətini nə edirik? Əziz dostlar, mən öz tələbələrimlə sinonim lüğətlərini demək olar ki, mütləq şəkildə, mütəmadi olaraq öyrənirəm. Sinonim lüğətləri ümumilikdə sizin yalnız 5-ci sual tipli açıq suallarınızı etməyinizə kömək etməyəcəkdir əziz dostlar. Sinonimlər sizin ümumi lüğət bazanızı çox gücləndirəcəkdir. Mətnləri anlamaqda. İkincisi, mətnlərin suallarını anlamaqda. Üçüncüsü, mətnlərin suallarından 5-ci sual tipi olan sualı həll etməkdə. Dördüncüsü, dinləmələri anlamaqda və 5-incisi, dinləmələrin suallarını anlayıb həll etməkdə kömək edəcəkdir. Və bəzən də bizim hətta definition testlərimizdə, yəni ki, ümumilikdə sözün qrammatik adətən testlər arasında görürük bu testləri, sözün açıqlaması verilir, siz sözü tapmalısınız və yaxud da əksinə o testlərdə də bizə çox kömək edir. 5-6 suala bizim demək olar ki, lüğət ehtiyatımızın sinonimlərlə zəngin olması kömək edir əziz dostlar. Ona görə də biz sinonimlər lüğətini il boyu çox gücləndirməliyik. Bizim tələbələrimizdən bu üzrə iş çox güclü şəkildə gedir. Deməli, important deyir ki, paragraf 1-dən bir sinonim təyin et mənim üçün. Uşaqlar, importantın paragraf 1-dən təyin edəcəyimiz sözü significant, yəni vacib. Bəli, important, significant, crucial bunlar vacib sözünün müxtəlif sinonimlərdir. Ona görə də bura significant sözünü yazacağıq əziz dostlar. Bunun üçün gözləyin, mən sizin üçün bura əlavə edib. Deməli, götürürük burada significant sözümüzü və əlavə edirik burada aşağı ki, gözümüzün önündə olsun. Əlavə etdik. İndi siz görmürsünüz hal-hazırda, çünki renk
qara olduğu üçün əlbəttə ki, gəlin bunun rəngini dəyişək və gözümüzün önündə olsun. Rənglərdə inversiya var deyə, əziz dostlar, ona görə qara seçəndə ağ görsənir, texniki məsələdir, nəysə fikir verməyin. Davam edirik, əziz dostlar. Sonra 6-cı test edəcəyik, gəlin görək nəyimiz var və bunları necə həll edəcəyik. Complete the sentence, cümləni tamamlayın, by changing, ən önəmli hissəsi buradır, dəyişərək at least 2 words, ən aşağısı 2 sözü. Baxın, burada demirəm, yalnız 2 sözü dəyişin və yaxud da 2 sözü dəyişmək Quran ayəsidir. Siz tamamən fikri də dəyişə bilərsiniz. Və ən önəmli hissələrdən biri, burada siz yeni fikir yerinə verilən fikri qrammatik və leksik cəhətdən və mətnə uyğun olaraq tamamlamalısınız. Nəyə görə qrammatik cəhətdən vurğuladım? Çünki bəzi tələbələrimiz əfsuslar olsun ki, leksik və mətnə uyğun olaraq tamamlasa da qrammatik cəhətdən onların verdiyi fikir üst-üstə düşmür. Ümumi cümləni oxuyanda cümlə çox şikəst bir cümləyə bənzəyir. Gəlin baxaq. Complete the sentence, cümləni tamamlayın deyir. 2 dənə ən aşağısı sözü dəyişərək. According to the passage, mətnə uyğun olaraq. Countries, ölkələr, all over the world, dünyanın hər yerindən. Belə bir ifadəni hardasa görmüşdüm. Hətta buna uyğun olan bəzi suallarımız da var idi. Bəli, burada mən bu ifadəni görürəm. Gəlin, götürək bunu. Deməli, nə demişdik? Countries all over the world, dünyanın hər yerindən. Deməli, bizdən bu hissəni istəyibdir. Must come together to reduce using plastic and protect sea animals. Bir yerə gəlməlidirlər ki, plastikləri azaltsınlar və dəniz heyvanlarını qorusunlar. Burada tamamən özünüzə uyğun olan, yəni bu fikrin refrez olmuş halını da yaza bilərsiniz və yaxud da bəzi dəyişikliklər edərək də yaza bilərsiniz. Abituriyentlər üçün adətən ən asan olanı biraz dəyişikliklər etməkdir. Birinci nə edirəm uşaqlar? Must-ı nə kimi götürə bilərik? Bir neçə söz dəyişdirsə bəs eləyir. Have to ilə götürə bilərik, elə deyilmi? Must, have to bizim buna görə deyirəm ki, biz modal feillərdə yaxşı bilməliyik. Modal feillərdəki sinonimlərimizdir. Have to dedik, tamam. Come together, work together olaraq mən düzəltmək istəyirəm. Yəni, bir yerdə işləməlidirlər, bir yerə gəlməlidirlər. Tamam, super. To reduce using plastic. Plastik istifadəsini azaltmalıdır deyir, elə deyilmi? Bu ifadəni mən necə deyə bilərəm? Deyə bilərəm ki, yenə də to reduce plastic, bu səfər reduce using plastic, mən amma reduce plastic consumption deyirəm. Consumption yenə uşaqlar istifadə mənasını verir, tüketim mənasını verir uşaqlar. Plastik deməli istifadəsini azaltmalıdırlar. Bax, work together elədik, have to elədik, plastic consumption elədik. Daha sonra nələr var orada? And protect the animals. Və heyvanları qorumalıdırlar. And deməli save the animals deyək gəlin burada. Heyvanları xilas etməlidirlər dedim. Tamam, bu tam olaraq qarşılığı olmasa da ən azından bizim üçün, yəni bir abituriyent üçün kifayət qədər gözəl qarşılıqdır və bununla da siz rahat bir şəkildə bunu düzgün cavab olaraq təqdim edə bilərsiniz və əmin olun ki, tamamən gözəl bir şəkildə düzgün cavab kimi götürüləcəkdir. Və bunu uşaqlar, bu cümlənin burasına qoysam, tamamən məntiqli bir cümlə alınacaqdır. Baxın, deyir ki, countries all over the world have to work together to reduce plastic consumption and save animals. Gördüyünüz kimi tamamən məntiqli bir cümlə əldə etmiş olduq əziz dostlar. Buna görə də demək istədiyim ondan ibarətdir ki, yalnız və yalnız siz qrammatik, leksik və mətnə uyğun olaraq cavabı buraya yazmaq məcburiyyətindəsiniz. Yoxsa götürün, məsəl üçün, mətnə uyğun olmayan cavab necə olur ki? Məsəl üçün, burada tələbələr, burada artıq bizə feil tələb eləyir. Biz feildən başlamalıyıq cümləni. Götürürlər,
burada countries buradan başlayırlar. Buradan countries must work together. Elə oradakı cümləni oturub yapışdırırlar bura. Xeyr, səhvdir. Və yaxud da oradakı cümlə bura qədər gəlir. Countries all over the world. Götürüb buradan o tərəfə yenə yazır. Countries should work together. Məsəl üçün, yenə burada da yarımçıq qalan cümləni təzədən başdan qalan bir cümlə kimi buradan yazmağa başlayır. Xeyr, buna diqqət edin. Complete. Baxın, ən önəmli hissələrdən biri budur. Complete deyir bizə. Complete the sentence deyir, okay? Bizə demir ki, yeni cümlə yaz. Bizə deyir ki, cümləni tamamlayın deyir, okay? Bax, bu çox önəmlidir. Buna çox diqqət etməlisiniz. Complete'ə çox diqqət etməlisiniz. Sonra 7-ci sual nə deyir? Answer the question by expressing your opinion. Öz fikrinizi ifadə edərək suala cavab yazmalısınız əziz dostlar. Write at least 3 sentences. Ən azından 3 dənə cümlə yazın. Uşaqlar, burada maraqlı bir məqam ortalığa çıxır. Ay müəllim, mən ingiliscəsində heç nə yaza bilmirəm, nə edeyim? Mən bu cümlələri necə yazım? Mən sizə indi oturub başdan ayağa desəm ki, bu cümlələri belə yazın, belə yazın, belə yazın, hamısı düzələcəkdir. Xeyr, səhv olardı. Nəyə görə? Siz bura qədər gəlib çatmaqdan ötəri siz ilk olaraq zamanları yaxşı bilməlisiniz. Ümumilikdə abituriyent dövründə ən çox istifadə olunan present simple, present to be, present continuous, past simple, past to be, past continuous, future simple, there is, there are, have, has, have got, has got kimi gündəlik həyatda ən çox istifadə olunan 6, 7, 8 dənə quruluşu çox yaxşı şəkildə bilməlisiniz və müəlliminiz sizi bunları çox yaxşı şəkildə praktika etdirməlidir ki, siz gəlib artıq 7-ci sual tipli suallarda cavab yazarkən orada mən sizi yönləndirə bilim və yaxud da müəlliminiz sizi yönləndirə bilsiniz. Yox, əgər bunları öyrənməyibsinizsə, bunlar üzərində dərs müddətində işləməyibsinizsə, ən azından yazdığınız suallarda bunlara müəlliminizə oxuyub, müəlliminiz oxuduğunuz suallardakı səhvləri düzəltməyibsə, sorry, it's a little bit late. Bağışlayın, artıq əgər sona yaxınlaşmışsınızsa, bunu düzəltmək biraz çətin olacaqdır. Bu, hardasa 9-cu sinifdən, 10-cu sinifdən, 11-ci sinifdən vərdiş olaraq müəllimin sizin üzərinizdə işləməli olan vərdişlərindən biridir, əziz dostlar. Gəlin baxaq. What can we do to save our planet today? Biz bugün planetimizi qorumaq üçün nə etməliyik, əziz dostlar? Bu sizin şəxsi fikrinizdir. Nə bilim, bəlkə birinin fikrində odur ki, bütün elektriki kəsməli və daş dövrünə geri qayıtmalıyıq. Bəlkə hər hansısa bir tələbələrimiz, nə bilim, Marvel'dən Avengers'ları planeti xilas etmək üçün çağırmağımızı istəyir. Bəlkə digər tələbələrimizin başqa parlaq fikirləri vardır. Burada fikirlər azaddır, sərbəstdir. Hər hansı bir deyilən fikrə görə sizin balınız əsla aşağı yazıla bilməz. Fikrə görə diqqətlə qulaq asın. Amma o fikri ifadə edərkən verəcəyiniz qrammatik xətalara görə, leksik xətalara görə, daha sonra orfoqrafik xətalara görə sizdən kifayət qədər bal kəsə bilərlər, sizə bal verməyə də bilərlər. Burada sizə deyib at least 3 sentences. Ən aşağısı 3 cümlə yazın. Burada tələbələrin etdiyi səhvlər. Bəzi çox bilən tələbələrimiz nə edir? Deyir, ay müəllim, mən çoxlu bilirəm. Ona görə də başlayırlar orada dastan yazmağa, şeir yazmağa. Koroğlu qıratı belə götürdü. Nə bilim, belə oldu, elə oldu. Yadda saxlayın. Tamam, çox gözəldir. Çox yazmaq çox gözəldir. Amma yadda saxlayın. Çox yazdıqca çox səhv edə bilərsiniz. Orfoqrafik səhvlərdən söhbət gedir burada. Leksik səhvlərdən söhbət gedir burada. Qrammatik səhvlərdən söhbət gedir burada. Siz əmin olduğunuz cavabları yazın. Okay? Əmin olduğunuz cümlə. O çox yazacağınız cümlələri hətta əgər vaxtınız varsa kənara bir dənə yazın. Onlardan hansı sözün yazılışından, hansı ifadələrin yazılışından əminsinizsə, onları buraya qeyd eləyin. Və burada artıq mənim sizə göstərə biləcəyim elə bir ciddi bir şey yoxdur. Sadəcə bir nümunə göstərə bilərəm. Məsəl üçün, mən necə yazardım? Burada mən belə bir şey yazardım. Belə eləyək. Buranı gəlin belə eləyək. Mən buranı başqa bir yerə köçürüm. Daha rahat olsun bizim ifadəmiz. Məsəl üçün, buradan aşağıdan yazıram. Yuxarıdakının cavabıymış kimi düşünün. Deməli, we must work together to make our world a perfect place for living for future generations. Biz gələcək nəsillərdən ötəri dünyamızı möhtəşəm bir yerə çevirməliyik. We must reduce deməli, plastic and
energy conceptions deməli biz enerji və deməli plastik sərfiyyatını azaltmalıyıq. Nöqtə qoyuruq. Deməli daha sonra nə deyə bilərik? Deyə bilərik ki deməli every country on the planet Earth must take this problem seriously. Dünyadakı hər bir ölkə bu məsələni ciddiyə almalıdır. Bu artıq sizin qrammatik bazanızın güclü olması, cümlə qurma bazanızın güclü olması kimi məsələlər çox önəmlidir. Mən olsam şəxsən burada dayanardım. Çünki burada yazdıqca deməli səhvlərim çıxa bilər. İnsanıq, biz də səhv edə bilərik. Hamı səhv edə bilər. Ona görə də nəinki orada düzgün yazmaq önəmlidir. Həm də səhvlərinizin çıxmaması üçün daha kompakt yazmağa da çox diqqət edirsiniz. 8-ci sual və sonuncu sual nədir əziz dostlar? Which word from paragraph 2 best fits the following definition? Paragraf 2-dən hansı ifadə növbəti açıqlamaya daha uyğun gəlir? Gəlin baxaq uşaqlar. Nədir bu? To keep somebody or something safe. Nəyisə, kimisə təhlükəsizlikdə saxlanmaq. Əziz dostlar, burada sinonimlər bizə çox kömək edəcəkdir. To keep somebody or something safe. Deməli, adətən sinonimlərdə, məsəl üçün, to keep safe ifadəsi nə ilə ifadə oluna bilər? Yəni, nə deməkdir to keep safe-i? Təhlükəsizlikdə saxlamaq, elə deyilmi? Bu ifadədə mənim lüğət ehtiyatım kifayət qədər yaxşıdırsa və burada mütləq şəkildə diqqət eləyin, neçənci paragrafdan istəyir bunu? İkinci paragrafa fokuslanırsınız. İkinci paragrafda artıq mənim protect feilinin olduğunu xatırlayıram artıq mən. Deməli, gəlin baxalım görəm protect feili var idi mi? Bayaqçı oxumuşum da elə yadımdadır. Deməli, other sea animals. Burada countries all over the world must come together to reduce using plastic and protect sea animals. Nəysə, təhlükəsizlikdə saxlamaq. Deməli, hansı feilə uyğun gəlir? To protect feilinə uyğun gəlir. Və uşaqlar, burada deməli, açar məsələlərdən biri to ilə başlayıbsa, əgər sizin definitionınız, deməli, avtomatik olaraq 99% ehtimalda siz feil götürməlisiniz. Yox, to ilə başlamayıbdır, N artiklından başlayır, D artiklından başlayırsa, deməli, böyük ehtimalda siz isim axtaracaqsınız. Bəs müəllim, feilləri burada to'lu mu yazacağıq, to'suz mu yazacağıq, necə yazacağıq əziz dostlar? Yəni, feildirsə, feil olduğundan əminsinizsə, to ilə yazılır. Ümumiyyətlə, əmin deyilsinizsə, to'suz da yazsanız, eləcə protect da yazsanız, düzgün cavab olaraq götürüləcəkdir. Adətən bunu mən tələbələrimə to'suz yazmağı məsləhət görürəm. Çünki hər ehtimala qarşı birdən sən feil verərsən isim olar, amma eyni şey olar. Çünki bəzən isimlərin də, feillərin də formaları eyni olur əziz dostlar. Burada sizin lüğət ehtiyatınız, sinonim ehtiyatınız çox önəmlidir. Sinonimləri bir daha vurğulayıram. Çox diqqət edin. Bugünlük bu qədər əziz dostlar. Ümidvaram dərslərimiz kifayət qədər sizin üçün maraqlı və öyrətici oldu. Bu video dərslərimizin sadəcə ilki idi. Bundan sonra da video dərslərimiz davam edəcəkdir. Bizim onlayn dərslərimiz də davam edir əziz dostlar. Azərbaycanda onlayn dərslər barəsində ən yüksək texniki avadanlıqlar və ən yüksək texniki bacarıqlar və 10 ildən çox təcrübə ilə Nicat müəllim hər zaman sizin xidmətinizdədir, yəni bəndəniz. Deməli, dərslərimiz maraqlı, əyləncəli və kifayət qədər intensiv keçir. Demək olar ki, dərslərimizdə biz abituriyentlərimizin qarşısına çıxa biləcək bütün mövzuları siz evdə isti-isti çaylarınızı içərkən başa salırıq və suallarınızı canlı dərslər olduğu üçün həmin anda ünvanlaya bilirsiniz. Suallarımızda baxırıq, yəni sinif dərslərindən qat-qat yüksək səviyyədə
onlayn lövhələr üzərində dərslərimizi tətbiq edirik. Dərslərimizin video yazıları da həmçinin yazılır əziz dostlar və həmin video yazılarda tələbə istər sentyabrdakı ayların dərslərinə qayıdıb o video yazıları izləyib yenidən o mövzuları təkrar edə bilər, istər isə bir neçə gün əvvəl hər hansı bir üzürlü səbəbdən qoşula bilmədiyi dərsin video yazısına baxıb qrupdakı uşaqlara çata bilər. Nicat müəllim sizlərlədir. Nəsə lazım olsa mütləq şəkildə aşağıdakı nömrə ilə əlaqə saxlayın. Sağ olun əziz dostlar, salamat qalın, özünüzdən müğayət olun.